Xəbərmi YouTube kanalının daimi izləyiciləri, hər birinizi salamlayıram. Kanala abunə olub, videoları bəyənməyi unutmayın. Müğənni və model Müjgan Ayxan maraqlı etiraf edib. Ölkə Az bildirir ki, ifaçı dostları ilə münasibətlərindən danışıb. O, ehtiyacı olanda kabinetlərdə də sənətini göstərib, pul qazandığını bildirib. Kabinetdə oxumağa pis baxmıram, ehtiyacım olmadıqda isə getmirəm. Elə dostlarım var ki, mahnımı qoşur, görüntülü yığır, sadəcə məni görür və kartıma pul atır. Çünki gəlməyə halım yoxdur deyirəm. Olarsa, mahnımı YouTube'dan qoyun, telefondan özümə baxın və kartıma pul göndərin. Ona da razılaşırlar. Mən o müğənnilərdənəm ki, 5'imiz harasa gedirik, 4'ü oxuyur, mən oturub pul alıb çıxıram. Deyirəm ki, oxumağıma daha ehtiyac qalmadı. İzləyicilər onun bu sözlərini həm zarafat, həm də etiraf kimi qiymətləndiriblər. Bəziləri isə efirdə bu cür açıqlamaların doğru olmadığını bildiriblər. Qeyd edək ki, Müjgan Ayxan son dövrlərdə paylaşımları və açıqlamaları ilə medianın və izləyicilərin diqqət mərkəzinə düşür.